Dərsdən əvvəl təlim nəticəsi müəyyənləşdirilərkən mümkün qədər vaxt faktoru nəzərə alınmalıdır. Smart'ın hansı hərfi? T hərfi. Time. Yəni vaxtı nəzərə almaq lazımdır. Ona görə bu doğrudur əslində. Qiymətləndirmə meyarları elə hazırlanmalıdır ki, şagird fəaliyyətini müşahidə etmək mümkün olsun. Bəli, yəni biz meyarı nədir, şagirdi necə qiymətləndirəcəyimiz? Bunu elə hazırlanmalıyıq ki, onlar haqqında məlumat əldə etmiş olaq. Müşahidə edək. Ona görə bu da doğrudur. Yanlış olan bəli, Y variantıdır ki, biz planlaşdırmada səmərəli öyrənmə mühiti ilə bağlı nəsə yazmırıq. Səmərəli öyrənmə mühiti nədir? Məsələn, müəllim uşaqlar üçün mühit yaratması, dəstəkləyici mühit yaratması, onları səhv etməkdən qorxutmamaq və s. Bununla bağlı da biz planlaşdırma hissinə yazmırıq, sadəcə onu dərs prosesində qoruyuruq. Aydındır. Cavab E. Baxın, gündəlik planlaşdırmada müəllim nə yazır? Müəllim orada standart yazır, həmişə birinci, alt standartını. Sonra mövzusunu yazır. Mövzudan əvvəl meyarlarını yazır, qiymətləndirmə meyarlarını, keçəcəyi mövzunu yazır. Sonra yazır ora inteqrasiyanı, motivasiyanı, refleksiyanı, iş üsullarını, iş formalarını. Yəni görəcəyi işləri, ki mən nələr edəcəm, bunları yazır ora. Öyrənmə mühiti yazmır, məsələn, şagirdə nə rəy verəcək onu yazmır. Bunlar heç biri məlum deyil çünki. Maksimum özüm üçün müəyyənləşdirə bilərəm ki, bu cür əks əlaqə quracam, amma onu mən konkret yaza bilmərəm. Ortaya bir nəsə çıxmalıdır ki, mən o rəyi verim şagirdə. Sonra neçəyə baxaq?